Uşaqlar, mövzumuz siyahılar və onlar üzərində əməllər. Əvvəlcədən deyim, bu hissə ilə bağlı Udemy-də PDF var. PDF-ləri də mütləq şəkildə endirərsiniz ki, həm videoya baxasınız, həm Udemy-dəki videolara baxasınız, həm də oradakı PDF-lərdən istifadə edib daha yaxşı öyrənəsiniz. Ancaq mövzunu tam öyrəndikdən sonra siyahılarla bağlı olan testləri işləməyə başlayarsınız. Və həmişə dediyim kimi, mümkün qədər çox praktika eləmək lazımdır. Python-da olan bütün bölmələrlə bağlı praktika önəmlidir. Siyahılar da eyni formada. Başlayırıq. İlk öncə, əvvəlki dərsdən keçdiyimiz indekslər anlayışına toxunacaq sürətli bir şəkildə. Əvvəlki dərsə aid olduğuna görə çox üzərində qalmayacağım. Hansı ki, sətirlərlə bağlı danışanda da demişdik, siyahılarda elementlərin indekslənməsi 0, 1, 2, 3, 4 bu şəkildə olur. Sıfırdan başlayıb standart qayda ilə sətirlərdə olduğu kimi indeksləyirsiniz. Əgər burada 5-ci sətirdə gördüyünüz kimi print aylar 1 yazsaz, bu fevral ayını nəzərə tutmuş olacaq və aşağıda gördüyünüz kimi nəticə çap olunur. Və yaxud da siyahının hər hansı bir kəsiyini çap eləyə bilərsiniz. Burada gördüyünüz kimi 1-4. Yenə əvvəl danışdığımız qaydaya uyğun olaraq burada birinci indeks daxildir, amma dördüncü indeks daxil deyil. Yəni fevraldan başlayırıq, bax, apreldə dayanırıq. İndi kodu işə salsam, siz hər ikisinin həm 5-ci sətirdəki printin, həm də 6-cı sətirdəki printin nəticəsini aşağıdan görəcəksiniz. Bunlar belə standart, sadə, əvvəlcədən bildiyimiz indeksləmə anlayışı. Və mənfi indekslər və s. əvvəlki dərsdən danışdığımız şeylər hamısı keçərlidir. Bunun üzərində qalmayacağım. Keçirik növbəti hissəyə. Növbəti hissədə nədən danışacaq? Siyahının elementini əvəzləmək. Siyahının hər hansı bir elementini başqa bir elementlə əvəzləmək. Baxın, aylar 2 adında bir siyahımız var. Elementlər yanvar, fevral, mart, aprel və may şəklindədir. Mən istəyirəm ki, bu martı götürək. Misal üçün, buradan diyezləri ləğv edeyim. Martı götürək və böyük hərfinə olsun mart. Bunu necə eləyirik? Deyirik ki, aylar 2 bərabərdir mart. Bax, bu o deməkdir ki, ikinci indeksdəki elementi bundan əvəzlə. Yəni, bura nə yazsınız, ondan əvəzləyəcək. İndi gəlin kodu bir işə salaq. Baxın, yanvar, fevral, martı burada yazdığımız formada yazdı. Və ya biraz daha fərqli bir şey. Məsələn, 3-cü aydır da mart. Ona görə bura 0-3 yazıram bu şəkildə. Və bu vəziyyətdə də əgər kodu işə salsaq, yenə gördüyünüz kimi mart ayının yerinə 0-3 yazdı. Siyahının elementini hər hansı bir elementinə əvəzləmiş olduq. Başqa bir nümunə, məsələn, A siyahısı olsun, kvadrat mötərizə şrifti dəyişim. Məsələn, 1, 5, 10, 12. Belə bir təzə siyahı yazdım. Və burada, misal üçün, 5-in yerinə 50 olmasını istəyirəm. 5-in yerinə 50 olmasını istəyirəm. Yox, fərqi yoxdur. Sətir, indi göstərəcəm burada da. Sətir və yaxud da ədəd ola bilər. Fərq eləmir. İndi belə deyirəm. Deməli, A, bu 5-in indeksi nədir? 1-dir. A kvadrat mötərizədə 1 bərabərdir 50. Bax, bu şəkildə yazdım. Və düşdüm aşağı. Bundan sonra yazıram print A. Kodu işə salıram və nəticəyə baxın. 1, 50, 10, 12. Burada bəzən qarışdırırlar. Uşaqlar, burada siyahıya nəsə bir şey əlavə etmir. Yəni, mövcud olan hər hansı bir elementi başqa bir dənəsi ilə əvəzləyirik. Başqa bir dənəsi ilə əvəzləyirik. Bu göstərdiklərimi mütləq praktika eləyin ki, qarışmasın. İndi birazdan başqa siyahılarla bağlı komandalara da baxacaq. Dərsin videosuna təzədən baxanda və ya Udemy-dən videolara baxanda mütləq videonu saxlayın və orada göstərilənləri praktik eləyin. Nəsə qeyd eləmək istəyirsinizsə, dəftərinizə də qeyd eləyə bilərsiniz ki, daha yaxşı formada yadınızda qalsın. Əgər gəlsəz bura, indi o mesaj bölməsindəki suala uyğun bir şey də yazaq. Məsələn, yazdım bura kitab. Birinci indeksdəki elementi kitab sözü ilə əvəzlə. Standart, belə. Belə bir nəticə. Yəni, burada tipi sən nə yazsan, burada, o da həmin formada siyahının daxilinə əlavə eləyəcək. Elə bunu da yoxlayarsınız. Möhkəm yadınızda qalsın deyə. Və keçirik növbəti hissəyə. Siyahının müəyyən bir hissəsini çapıb, bayaq göstərdim bunu 1-dən 3-ə qədər. Bunun üstündən keçəcəm. Yəni, birinci indeksdən başlayır, 3-ə qədər olan hissəni çap eləyir.
Özünüz yazıb yoxlayarsınız, başqa bir siyahı üzərində də işləyərsiniz. Mən bunları aylar 1, aylar 2, aylar 3 belə qeyd eləmişəm. Siz sadə yazın, daha rahat olsun. A, B, C siyahıların adlarını daha sadə formada yazın, daha rahat olsun. Və indi gəldik növbəti bir məsələyə. Uşaqlar, əslində hal-hazırda sizə göstərəcəyim hissə də əvvəldən bildiyimiz şeylərdir. Tabulyasiya, dəyişənlərin arasında böyük boşluq buraxmaq. Və gəlin bunu da bir yadımıza salaq. Buradakı diyezləri yığışdırıram. Baxın, normalda for, i, in, aylar 4. Nə deməkdir bu? I bu siyahının içindəki elementləri bir-bir götürəcək deməkdir. Yəni i əvvəlcə yanvarı götürəcək, sonra fevralı götürəcək, sonra martı götürəcək. Və bu vəziyyətdə biz kodu işə salsaq, yanvar, fevral, mart şəklində nəticələr çap olunacaq. Əslində isə əgər bu end bərabərdir /t burada olmasaydı, standart halda necə çap olunmalıydı? Standart halda belə alt-alta çap olunmalıydı. Baxın, siz həm standart formasını yadda saxlamalısınız və dediyim kimi praktik eləsəz yadda qalacaq. Həm də bu /t ilə olan variantını yadda saxlamalısınız. /t, end bunlardan əgər istifadə eləsəz, o zaman yanma-yan yazılır. T olanda əvvəl də demişdim sizə, tabulyasiyanın T'sidir bu. Tabulyasiyanın T'si. Yəni aralarında daha böyük boşluq buraxmış olacaq. Və bu hissədən də bu qədər. Amma praktika çox önəmlidir uşaqlar. Məsələn, Dimin test toplusundakı olan testləri də yazmaq üçün, Udemy-dəki testləri də yazmaqdan ötürü birinci növbədə çoxlu praktika eləyib tam olaraq mövzunu başa düşməlisiniz. İnformatikadakı sualların bir çoxu riyazi təməlli olur. Yəni orada sizə riyaziyyat da lazım olacaq. Oradan qaçışımız yoxdur. Ya ən azından informatika tərəfini çalışıb praktik eləyib yüksək səviyyəyə gətirməlisiniz ki, riyazi tərəfdə birinci qrupsuz da, yəni olmalıdır. Oradan qaçışınız yoxdur. Riyaziyyatla da birləşdirəsiniz və normal bir nəticə əldə olunsun. Belə uşaqlar, indi burada sum komandamız var. Çox sadə bir komandadır. Əvvəlki dərslərində bilirsiniz, bunun da üzərində qalmayacağım. Sum, ədədlər bir adında bir siyahımız var. Sum nə edir? Bunun içərisindəki ədədləri toplayır. Əvvəlki dərslərdə demişdim, sürətli bir xatırlama edirik. Əgər bu siyahının içərisində ədəd olmayan hər hansı bir kəmiyyət, məsələn, sətr əlavə eləsəz, xəta verəcək. Yəni, sadəcə bunu yadda saxlayın, yerdə qalanı sadə bir prosesdir. Sadəcə gedir buradan ədədləri götürür və hamısını toplayır. Septə /end yazıb alt-alta yazmaq olur. O da keçən dərsdə göstərdiyim şeydir də, bu dərsimizlə bağlı deyil. Bir neçə parametr bir printin içərisində olanda sep /n yazıb, bəli, alt-alta yazmaq olur. Amma yenə deyirəm, bu mövzumuza aid deyil. O keçən dərsimizə aiddir. Len komandası var. Len-dən də danışmışıq. Sətirlərdə və siyahılarda eyni məntiq ilə işləyir. Hal-hazırda A1 adında bir dənə siyahımız var gördüyünüz kimi və biz əgər len A1 desək, götürür sayır belə 1, 2, 3, 4, 5 və 6. Kodu işə salıb nəticəyə baxırıq. Baxın, bu şəkildə. Sumda dediyimiz xəta anlayışı burada yoxdur. Baxın, məsələn, siz bu A1-ə götürüb əgər sum tətbiq eləməyə çalışsanız, nə olacaq? Xəta baş verəcək. Niyə? Bax, bu iki dənəsi ədəd deyil. Ona görə xəta baş verəcək. Amma len sadəcə siyahının içərisindəki elementləri sayır. Və sətirlərə də leni tətbiq eləyə bilirsiniz. Əvvəlki dərsdə danışdığımız kimi, orada da simvolların sayını bizə vermiş olacaq. Və bir şey yadda saxlayın, uşaqlar. Necə ki, bax, bunu 1 sayır, 2, 3. Bax, bu bu da bir elementdir. Yəni, bunu götürüb bəzən səhvən 1, 2, 3 belə ayrı-ayrı sayırlar. Elementləri sayır. Elementin içindəki simvolları yox. Ona diqqət eləyin. Praktik eləsəz, onsuz da asanlıqla yadda qalacaq. Və gəldik növbəti bir məsələyə. Uşaqlar, deməli, siyahıların toplanması. Əvvəlki dərslərdən yəqin ki, yadınızdadır, sətirləri toplamaq. Məsələn, belə bir testlərimiz də var idi, Kahootda da işləmişdik deyəsən, kitab oxu və s. kimi şeylər. Sətirləri toplayanda nə edirdi? Birləşdirirdi. Siyahıların toplanması da eyni məntiqlə olur. Nəticəyə baxın. A2 siyahısına baxın. Elementlər 2, 4, 6 və 8-dir.
A3 siyahısı, A, B, C ənd işarəsi və 2-dir. Bunları birləşdirdi. Toplayanda nədir? Birləşdirdi. Bir dənə burada nəyə diqqət edəcəksiniz uşaqlar? Əgər mən burada A2 üstəgəl A3 deyil, əgər yerlərini dəyişsəm, A3 üstəgəl A2 yazsam, bu zaman əvvəlcə A3-ün elementlərini yazacaq bu aşağı hissədə, sonra da A2-nin elementlərini yazacaq. Bax, yadınızda qalsın deyə yerlərini dəyişib yoxlayarsınız. Bu önəmlidir. Bir dənə də belə bir şey göstərim mən sizə. Print A2 vurulsun 3. Bax, bunu da məntiqlə fikirləşə bilərsiniz. Sətirlərdə olduğu kimidir. Məsələn, sətirlərdə necə idi? Kitab vur 3 olurdu kitab, kitab, kitab. Buna baxın. Aşağıdakı nəticə. 2, 4, 6, 8 deyildi. Bax, 2, 4, 6, 8, 2, 4, 6, 8, 2, 4, 6, 8. 3 dəfə təkrarlatdı. Yenə də gördüyünüz kimi burada da proses sətirlərdə olduğu kimidir. Yəni, sətirləri yaxşı öyrənməyiniz, indeksləməni yaxşı öyrənməyiniz bu siyahıları öyrənəndə də sizə kömək eləyəcək. Növbəti minimum və maksimum komandalardır. Bunları siz Excel-dən tanıyırsınız. Keçmişik əvvəl. Minimum ədədlər desək, nə olacaq? -2-ni tapacaq. Baxın, sadədir, -2. Əgər gəlsəz bura maksimum desəz, o zaman da maksimum nədir bunun? 8. 8-i tapmış olacaq. İndi əvvəlki formata qaytarın, minimum. Uşaqlar, əgər siz gəlsəz bura, məsələn, dırnağın içərisində hər hansı bir söz yazsaz, yəni sətir əlavə eləsəz, bu zaman xəta baş verir. Yəni, bu bilsiz necədir? Bu müqayisədir. Hansı hansından böyükdür, hansı hansından kiçikdir, ən kiçiyini tapır minimumda. Maksimumda da ən böyüyünü tapır. Yəni, normalda bu zaman Python bizə deyir ki, mən bu 8 ilə simvollar yığını necə müqayisə edeyim? Bax, bunu mütləq yadda saxlayırsınız, bu önəmlidir. Və ya tutaq ki, gəldiniz bura, bir dənə bura əlavə elədiniz 20. 20-də bir problem yoxdur. Amma gəlib bunu dırnaqda yazası olsaz, çaşdırmaq üçün bunu da verirlər. Artıq bu ədəd deyil, axı, dırnaqdadır, sətirdir. Yenə də kodu işə salsaz, yenə də xəta verəcək. Yəni, əgər ədədi mənada qiymət olaraq minimum və maksimum axtarırsınızsa, burada mütləq ədədlər olsun. Tam kəsir fərqi yoxdur. Tam və kəsir fərqi yoxdur. Hər biri sətir olsa, indi baxacaq ona da. Hər biri sətir olsa, yenə də işləyir. İndi keçirik həmin anlayışa. Yəqin ki, burada olacaq. İndi gəldik həmin məsələyə. Yaxşı, siyahının bütün elementləri sətir tipində olsa necə olacaq? Gəlin, bu qalsın. Elə aşağıdan təzədən özüm print yazacağım. Əvvəlcə gəlin bu S2 ilə başlayaq. S2. Minimum S2 yazdım. S2 biraz qarışıqdır. Əslində S1 də qarışıqdır. Yaxşı, gəlin belə eləyək. Bunu əvvəlcə buradan yox eləyim, sadə olsun. İndi baxın, bu minimum deyəndə yazın mesaj bölməsinə. Görək nə fikirləşirsiniz. Əlifba sırasını əsas götürəcək. Amma S2-yə, indiki vəziyyətdə minimum desək, cavabı nə gözləyirik? Uşaqlar, minimum deyirik. Minimum. Bunlar ədəd deyil axı. İçinə də yazırsınız. Siyahıda, məsələn, jurnalda sizin siyahınız necə olur? Nəyə əsasən düzülür? Əlifba sırasından düzülmür soyadlara görə. A-dan Z-yə. Eyni şeydir də. Eyni şeydir. Bu A hərfi ilə başlayır, bu D hərfi ilə başlayır, bu I hərfi ilə başlayır. Yəni, tutaq ki, sinifdə bir nəfərin soyadı A ilə başlayır, birinin soyadı D ilə başlayır. Hansı qabağa gedir? Odur. 6, bəli. Belə. Yəni, əlifba sırası fikirləşilir burada. Əlifba sırası. Yaxşı, maksimumda A hərfi əlifbanın əvvəlindədir, D də əvvəllərdədir. Bunların içərisində ən axırda, bəli, I hərfi var. Ona görə burada gözlədiyimiz nəticə olacaq 2. İndi, uşaqlar, gəlirik çox önəmli bir məsələyə, çox önəmli. Bunu mütləq şəkildə yadınızda saxlayın. Sadə, bəsit məntiqi var, yəni çox belə ağır bir şey də deyil. Lap əvvəlki bölmələrimizə aiddir. İnformasiya ölçü vahidləri ilə bağlı olan hissəyə. Baxın, bunu gəl tam ekran eləyim, rahat görəsiniz. İndi bir dənə burada bu ASC cədvəlinin əsas hissəsidir, başlanğıc hissəsidir. Burada bir neçə vacib hissəni qeyd edib sizə göstərmək istəyirəm. Bir dənə bu qeyd elədiyim hissəyə baxın. 0-dan 9-a qədər rəqəmlər. Və daha sonra gəldim bura. A-dan Z-ə qədər hərflər.
böyük hərflərdən söhbət gedir. Sonra müəyyən simvollar gəlir. Sonra isə A-dan Z-ə qədər kiçik hərflər. Hə, uşaqlar, bu arada belə şeylərdən mən danışanda bəzən elə bilirlər ki, ASCII cədvəlini əzbərləmək lazımdır. Yox. Sadəcə yadda saxlayın ki, rəqəmlər gəlir, hə, böyük hərflər gəlir, sonra kiçik hərflər gəlir. Yəni, əgər qarışıq bir şey olsa və hamısı ədədlərdə sətr formatında, dırnaqda yazılmaq şərti ilə, ən başda əlifba sırasına görə düzəndə və ya minimumu götürəndə ən öndə rəqəmləri götürəcək. Daha sonra böyük hərfindən nəsə gəlsə onu götürəcək və sonra kiçik hərflərə keçəcək. Bax, bunu vizual olaraq göz yaddaşımızda saxlayın. Sadə bir məntiqdir. ASCII cədvəlində əvvəlcə ədədlər gəlir, sonra böyük hərflər gəlir, sonra kiçik hərflər gəlir. Və indi göstərəcəyim şeyləri tam başa düşməkdən ötürü həm də praktik eləməlisiniz. Gəldik. Burada bayaq Ctrl-Z-lə sürətli qaytarım. Hə. Bax, bayaq bir dənə alma var idi. Mən 2 dənə A olmasın deyə, sadə olsun deyə bunu silmişdim. İndi qaytardım geri. Baxın, ASCII cədvəlində minimum S2 deyirik. Minimum S2 deyəndə bayaq nə vermişdi? Bu 6-nı vermişdi. İndi bax, nə verdi? Almanı verdi. Niyə almanı verdi? Çünki böyük A hərfi ASCII cədvəlində daha öndədir. Əgər biz bura gəlib bir dənə dırnaqda 5 yazsaq, nə olacaq? Rəqəmlər daha öndədir deyə, bəli. Artıq bu dəfə minimumda 5 vermiş olacaq. Və əgər bunu maksimum olaraq fikirləşsək, maksimum dəyişməyəcək. Bayaq nə idi? 2. 5 və 50-ni necə müqayisə edir? Hə, o da yaxşı sualdır. Amma proqramımıza aid deyil. Burada 5 olsa, burada da 50 olsa. Əslində belə eləyir. Normalda bunun birinci simvolları eynidir axı. İkinci simvollara baxmaq istəyir. İkinci simvolda burada heç nə yoxdur deyə bunu əsas götürür. 5-i əsas götürür. Bunun 0-ı var, bunun heç nə yoxdur və bunu əsas götürür. Bu arada orta məktəbdə yoxdur bu. Orta məktəbdə yoxdur. Ona görə sizə belə bir şey soruşa bilməzlər. Hə, nəyi soruşa bilər? Bax, məsələn, belə. Belə olsa, burada artıq standart məntiqlə yanaşa bilərsiniz. Necə? Bax, yenə jurnaldan fikirləşin. Tutaq ki, 2 dənə sinif yoldaşınız var. İkisində soyadı A hərfi ilə başlayır. Ona nəyə baxırlar? İkinci hərflərə baxırlar. Bax, burada da eynidir. İndi bunların ikisi də 5 ilə başlayır da, düzdür. Burada ikinci simvollara baxırsınız. Bu 1-dir, bu 0-dır. 0 daha öndə olduğuna görə minimum deyəndə bu dəfə bizə verəcək 50-ni. Və bu qədər uşaqlar. Yuxarıda da onsuz da rəqəmlərin, hərflərin müqayisəsini göstərmək üçün S1 yazmışam. Artıq buna da baxdıq. Məsələn, burada S1-ə minimum desəm, bunu da silirəm. Məntiqini tutdunuz da məncə. S1-ə minimum desəm, baxacaq və 1-i cavab olaraq verəcək bizə. Bəs maksimum desəm, S1 üçün K-nı. Bəli. Maksimumda da K-nı götürəcək. Burada videonu saxlayıb özünüz müəyyən praktika eləyərsiniz, dəyişərsiniz hərfləri və s. Amma da bayaq dediyim məsələ var idi, 5 ilə 50 müqayisəsi, elə şeylər orta məktəb kitabında yoxdur. Yəni, çox da beyninizi yükləməyin, çox məlumat beyində çox şeyin qarışmasına gətirib çıxara bilər. Yəni, bu da bizim istədiyimiz bir şey deyil də. Lazım olan şeyləri yadda saxlayın ki, beyniniz çox yüklənməsin, artıq şeylərlə özünüzü yormayasınız ki, imtahanda da nəticə yaxşı olsun. İndi uşaqlar, gəldik növbəti hissəyə. İndeksə görə elementin silinməsi. Başlıqlara da diqqət eləyərsiniz videoya da baxanda. Baxın, delete'in qısaltması, bunu bilirik onsuz da kompüterin klaviaturasından. Telefonlarda da onsuz da olan bir şeydir. Tutaq ki, mən 4-cü indeksdə, qoy bu printi aktivləşdireyim, 4-cü indeksdə olan elementi silmək istəyirəm. Sürətli bir şəkildə indeksləri qeyd eləyəcəm. Deməli, 0, 1, 2, 3, 4. 4-cü indeksdə olan elementi silmək istəyirəm. Yəni, 4-cü indeksdə olan element nədir? 2-dir. Bu vəziyyətdə kodu işə salırıq. Bax, A, B, C, 1. Və ya, gəl bunu dəyişək. 1-ci indeksdə olanı sil deyirəm. 1-ci indeksdə nə var? B var. A, C, 1, 2. Bax, bu şəkildə eləyir. Del, yəni indeksə görə siyahıdan hər hansı bir elementin silinməsidir. Hə, təbii ki. Təbii ki, artıq təzə siyahımızda bu 0-dır. Bu 1-ci indeks, bu 2, bu da 3-cü indeksdir. Təbii ki. Siyahı dəyişən kimi artıq yeni siyahıya əsasən, bizdə olan budur da artıq. Buna əsasən davamı gəlsə, məsələn, bundan sonra
nəsə başqa əməliyyatlar gəlsə, artıq bizim siyahımız budur deyə bunun üzərində işləyəcəksiniz. Testlər işləyəndə xüsusilə bu əhəmiyyət daşıyır. Və keçirik növbəti mərhələyə. Uşaqlar, bax bu dellə birazdan baxacaq. Remove adında başqa bir silmə funksiyası var. Onların ikisini bir yerdə praktik eləyərsiniz ki, qarışmasın bir-birinə. Bu indeksə görə silir. Birazdan remove-a da baxacaq. List. Sadə bir komandadır, üzərində qalmayacağım. Nə edir? Bax, belə bir siyahımız, sətrimiz var daha doğrusu. List komandası sətri siyahıya çevirə bilir. Necə bəs? Hər bir simvolu ayrı-ayrılıqda siyahının elementi kimi götürəcək. Burada bir dənə qarışdırılan hissə var. Bax, boşluq özü də biz görməsək də kompüter onu görür. Hansı ki, ASC Unicode məsələlərində var idi. Boşluğu da sayırdıq ASC-də 1-ə vuranda, Unicode-da 2-yə vuranda. Yenə eyni məntiqdir. Diqqət edin, bax, B-la O-nun arasındakı boşluğu da burada element olaraq götürüb. Buna diqqət eləməlisiniz. Dediyim kimi, yenə bu da praktika ilə, asanlıqla yadınızda qalacaq. Çox ciddi bir şey deyil. Sadəcə yadda saxlayın mahiyyətini. Və gəldik split komandasına. Bu önəmli bir komandadır, vacib bir məsələdir. Nə iş görür? Hər hansı bir simvola görə sətri siyahıya çevirir. Gəlin bir dənə bunu işə salaq. Baxın, burada gördüyünüz kimi splitdə A yazmışam. Yəni Python bunu necə başa düşür? Bax, gəlir A-nı harda görsə, oradan kəsir. A-nı harda görsə, oradan kəsir. Və A-nın özü yoxa çıxır. A-nın sol tərəfinə baxın. Q, I, T. Bir element. B boşluq oxu. Bu da ikinci bir element. İndi gəlin belə eləyək. Bunu mən sizə biraz daha fərqli formada göstərim. Buradan bunu passivləşdirək. Bunu da silirəm. Yazıram söz bərabərdir. Belə çoxlu A-lar olan bir şey yazdım. Yazıram. Elə belə yazacaq. T bərabərdir. S nöqtə split. Yenə A-ya görə böl deyəcəm. Bu dəfə A-lar çoxdur. Daha yaxşı görəsiz deyə. Print T. Və işə saldıq. Baxın. Yəni, belə deyir, bax. Buradan kəsdi. Qaysı ilə kəsir, belə fikirləşin. Rahat olsun deyə. Belə. Bir də belə. Aralarda bu kəsdiyimiz yerin sağına soluna baxın. Nə qaldı? M qaldı. Baxın, M. Ortada bir dənə D qaldı. Burada Q. Burada 2 dənə hərf qalıb. Bax, S, Q və burada da R qaldı. Yəni, hər hansı bir ip var, tutaq ki, A olan yerdən onları qayçı ilə kəsirsən. Bax, sadə. Belə bir yanaşmadır. Və o kəsilmiş hissələrin hər biri siyahının bir elementi şəklində olur. Neçə element oldu burada? 1, 2, 3, 4, 5 element oldu, düzdür? Neçə yerdən kəsmişik? 4 yerdən. Məncə riyaziyyatda belə testlər olmalıdır. Ağacı, məsələn, 2 yerdən kəsəndə neçə hissəyə ayrılır? 3 yerə ayrılır. Bax, eyni məntiqdir yenə. 4 yerdən kəsdik, 5 elementli bir siyahı yaranmış oldu. Hə, olmalıdır riyaziyyatdan. Elə o vaxtdan yadımda qalıb. Yəqin ki, indi var. Və təbii ki, bunu da praktik eləyin, mütləq. Çətin bir şey deyil. Hələ ki, çox riyazi şeylərə gəlməmişik. Yəni, burada olan şeylər əsasən yadda saxlanılmalı olan anlayışlardır. İndi gəldik növbəti anlayışımıza. Növbəti anlayışımız append. Bax, buradakı bir end sözünə diqqət edin. Əlavə etmək axıra. Siyahının ən axırına bir element əlavə edir. Ən axıra. Məndə siyahıda nə var idi? 1, 2, AB var idi, düzdür. Bura X yazmışam və X-i gətirdi, axıra əlavə elədi. Başqa heç bir şey yoxdur burada. Nəsə bir şey yazırsan siyahının adı, nöqtə, append, nə? Hər hansı bir element. Və avtomatik olaraq aparır ən axıra, enddən dediyim kimi yadda saxlayın, ən axıra həmin elementi əlavə edir. Ədəd də əlavə eləyə bilərsən, sətirdə fərqi yoxdur, nə istəyirsən əlavə elə. Tipi, yəni önəmli deyil. STR olsun, integer olsun, float olsun. Sən bura nə yazsan? Amma sətir yazırsansa necə olur? Dırnaqda yazırsan, ədəd yazırsansa birbaşa yazırsan. Belə, bu da çox belə məntiqli bir şey deyil. Yəni, çox izaha ehtiyac olan bir şey deyil. Və count hissəsinə gəldik. Count da asandır, uşaqlar, saymaq. Onsuz da sətirlərdən bilirsiniz bunu. Deyirik ki, get B-ni say. Bir dənə yenə burada test işləyəndə görürəm, qarışdırırlar.
Bax, buradakı B və ya buradakı B yox ha, uşaqlar. İçinə girib elementin içindəki B-ləri saymır bu. B elementini sayır. Bax, bir dənə burada, bir dənə də burada. Tam olaraq bunu axtarır. Buradakıların içindəki B-ləri yox. Yoxlayaq. 2 dənə B var. Bir dənə burada qarışdırılan şey budur. Bəzən gəlib belə 1, 2, 3, 4, 5, 6, 7, gəlib bunun cavabına 7 yazırlar. Başqa qeyri-adi bir şey yoxdur. Bunu da praktik eləyin ki, mahiyyətini tam biləsiniz. Burada nə yazıbsa tam onun özünü element olaraq gedib axtaracaq. Element olaraq. Hansısa bir elementin içərisindəki B hərfini saymır. Və davam edirik. İndeks. İndeks də asandır uşaqlar. Hər hansı bir elementin indeksini götürür. Bunlardan diyezləri silək. Deməli, siyahımızın adı S7-dir. Yazıram S7 nöqtə indeks A. Nə deməkdir? A elementinin indeksi neçədir? Onu soruşuruq biz bundan. Əgər bir neçə dənə A varsa, sətirlərdə də var idi bu finddə və s. Nə edirdi? İlk qarşısına çıxanın indeksini götürürdü. Və kodu işə saldıq. Bax, bu 0-dır, bu 1-dir, bu da 2-dir. Əgər sən gəlib bura, misal üçün yazsan 3, yenə finddə olduğu kimi, 3-cü indeksdən başlayaraq A-nı axtar demiş olursan, bax bu 0, bu 1, bu 2, bu 3, buradan bu tərəfdə 4, 5, 6. Bu zaman artıq vəziyyət dəyişmiş olacaq və gəldi bu A-nın indeksini tapdı. Yenə sətirlərdəki məntiqi yanaşma. Bunları da geri qaytardım və indeksləri də silib davam edirik. Hal-hazırda keçdiyimiz bölmələr biraz özündə çox məlumat saxlayan bölmələrdir və yəni burada ən çox rastlaşdığımız problem nəsə yaddan çıxdı. Remove nə edirdi, yadımdan çıxdı. Del nə edirdi, yadımdan çıxdı. Bax, belə problemlərdir. Yəni riyazi şeylər deyil. Bundan ötürü də çoxlu praktika və çoxlu test işləmək lazımdır. Telefonda, kompüterdə, harada istəyirsiniz praktik edin, axır ki, praktik edin. Və remove komandası, silmək. Bax, bayaq mən sizə demişdim, burada da yazmışam ki, videoya baxanda yadınızda qalsın. Del ilə müqayisə eləyərsiniz bunu. Həm deli yazarsınız, bir yerdə yazarsınız ki, qarışmasınlar. Deldə indeksə görə, hansısa bir indeks, məsələn, 3-cü indeksdə olanı sil deyirdi ki, gəlib 3-cü indeksdəki elementi tapıb silirdi. Yanaşmamız o formadaydı. Amma remove konkret hansısa bir elementin adını yazırsan sən ona, deyirsən ki, get A indeksini sil, A elementini sil daha doğrusu və gedir A-nı silir. Yenə bayaqki məntiqdir, 2 dənə A var, hansını? İlk qarşısına çıxan A-nı. Bax, burada ilk qarşısına çıxan məsələsi gördüyünüz kimi bir çox yerlərdə eyni cürdür. Yəni, rahat formada əlaqələndirib yadda saxlaya bilərsiniz. Əgər buradan enter vursaz, səhv yerdə oldu, gəl buradan eləyək. Gəlsəz, təzədən yazsaz S8 nöqtə remove bir dənə dırnağın içərisində A yazaq. Bax, necə olacaq? Bu birincisi, birinci A-nı sildi də, düzdür, siyahımız oldu belə. İkinci remove-da artıq təzə siyahımız var axı. Gedib ikinci A-nı siləcək və baxın. Artıq tamamilə yeni bir şey aldıq. Birinci remove birinci A-nı sildi. Artıq birinci A yoxdur. Siyahımız 2A, B, C şəklindədir. İkincisi də getdi, ikincini sildi. Amma bir dənə varsa, yalnız və yalnız ilk qarşısına çıxan silinəcək. Hər iki göstərdiyim formatı praktik edib yoxlayarsınız. Və insert. Heç yoxdursa seçiləmir. Hə, ümumiyyətlə A yoxdursa deyirsən. Gəl bunu bir aşağıdan yazaq. Deyək ki, T deyil o, S8-dir. S8 nöqtə remove, nə deyək ona, nəyi silsin? Məsələn, 3-ü silsin deyək. Və gəlirik bura, print S8. Belə, hə, bu zaman bu elementi tapmadığına görə xəta verir. Axtarılan element olmadığına görə xəta verir. Amma orta məktəb kitabında yoxdur, xətalar və s. şeylərə çox getməyiblər. Sadəcə ədədlə sətri toplamaq olmaz və s. belə yerlərdə məlumat var. Deməli, uşaqlar, gəlin əvvəlcə bura indekslər üzrə baxacaq buna. Diyezlər götürək ilk olaraq. Bax, insert. Bayaq append ona baxdıq. Burada yazmışam. Append-dən də bunu müqayisə eləyərsiniz. Append nə edirdi? End siyahının sonuna əlavə eləyirdi. Siyahının sonuna. Burada nə edəcək?
Burada biz hara deyiriksə, ora əlavə eləyəcək. Bax, bunun yazılışı nədir? Siyahının adı nöqtə insert index element. Index element. Bəli. Yəni ikinci indeksə x əlavə et. İkinci indeksə. Yaxşı, necə olacaq bu? Bax, bu nədir? Bu sıfırıncı indeksdir. Bu birinci indeksdir. Mən x-i bura qoymalıyam ki, bu da ikinci indeksdə olsun. Yəni belə fikirləşirsiniz. 0 budur, 1 budur. X-i hara yazaq? Bu 2-nin və A-nın arasına. Və avtomatik təbii ki, yeni siyahı, yeni element əlavə edirik axı. Nə olacaq? Siyahımız bir element bölmüş olacaq. Yəni uzunluğu bir vahid artmış olacaq. Bax belə. Bir dənə bunu yadda saxlayın ki, əvvəlcə nə gəlir? Əvvəlcə indeks gəlir, sonra element gəlir. Ədəd də əlavə edə bilərsiniz, sətir də əlavə edə bilərsiniz. Sətir əlavə edəndə yenə standart yazılış qaydasına diqqət edəcəksiniz. Standart. Bu da belə insert komandası. Və davam edirik, keçirik növbəti hissəyə. Uşaqlar, sort komandası var. Sort komandasının məntiqi bayaq baxdığımız minimum, maksimum komandaları ilə eyni cürdür. Minimumda nə edirdi? Əlifba sırasını fikirləşib ən başda gələni götürürdü. Maksimumda da ən axırda gələni. Sort elə əlifba sırası ilə düzmək deməkdir. Əgər, bax, S10, gəlin belə eləyək də, burada print S11-dir. Gəl bunu eləyək S10. O birisində print S11 deyək. Və kodu işə salaq. Baxın, S10 budur. S10 budur. S11 də budur. İndi print S10 demişəm. S10-da əlifba sırası ilə düz. Əlifba sırasında nə gəlir? A gəlir, B gəlir, C gəlir. Amma burada 5 var. 5 artıq qaydanı pozacaq. Bayaq elədiyimiz kimi. Bəli, 5 önə keçəcək. Əgər biz bunu biraz da fərqli formada gözdən keçirmək istəsək, bura A yazdım. A böyük hərflər daha əvvəldə gəlirdi axı. Rəqəmlər, böyük hərflər, sonra kiçik hərflər. İndi baxın. 5, A, sonra da kiçik hərflər gəldi. İndi bunu geri qaytaraq. Və o birisinə baxaq. O birisi ən sadəsidir uşaqlar. Ən sadəsi. Ancaq ədədlər var içərisində və standart olaraq 1, 3, 5, 7 şəklində bunu düzəcək. Aşağıdan onsuz da nəticəni görürsünüz. Bu da sort komandası. Vergül və başqa işarələr qoyanda onu bilmirəm axı. Ondan ötürü gərək ASC cədvəlini tam əzbərləyək. Onu belə birbaşa 256 dənə simvolu yadda saxlamaq mümkünsüz kimi bir şeydir. Sualın elə bir şeyi bizdən soruşa bilər, amma necə? Sualın şərtində bizə verməlidir ki, sıralamada əvvəlcə tutaq ki, vergül əvvəldə gəlir, sonra ədədlər gəlir və s. Bu şəkildə. Deməlidir bizə. Misal üçün, tutaq ki, elementlərin içərisində nida işarəsi qoyublar, plus qoyub, nəsə bir şey qoyub. Onda mütləq bizə izah eləməlidir ki, sualın şərtində ardıcıllıq belədir. Məsələn, tutaq ki, bilmirəm necədir, o plus işarəsi haradadır. Tutaq ki, rəqəmlər, sonra plus işarəsi, sonra böyük hərflər, sonra kiçik hərflər. Ki, mən bilim ki, o hansı mövqedə gəlir. Amma yerdə qalan, yəni mən niyə ASC cədvəlini əzbərləyim? Kimə lazımdır ki? Bunun bir məntiqi var. Rəqəmlər, böyük hərflər, kiçik hərflər. Amma da oradan o tərəfə hər şeyi əzbərlə. O bilik yoxlamaq olmur onsuz da. Ki, orta məktəb kitabında da elə bir şey, elə bir tələb yoxdur ümumiyyətlə. Siyahının elementlərinin tərs ardıcıllığından düzmək. Uşaqlar, bunun heç bir məntiqi zad yoxdur. Yəni, əlifba sırası zad heç nə yoxdur. Heç nə. Sadə bir şeydir. Nə edir? Siyahını tamam tərsinə yazır. Tərsinə. Sözləri tərsindən oxuyursunuz. Onun kimi bir şeydir. A, B, C, 5, 21 deyil. 21, 5, C, B, C, A, B eləyəcək. Baxın. Yəni, elədiyi şey budur. Götürdü bunu. Bax, bu tərəfə doğru yazdı. 21, 5, C, B, A. Bu şəkildə. Və bunu da keçirəm. Düzdür, bunun fərqli yazılışları, yazılış formaları və s. var, amma kitabda yoxdur deyə biz keçmirik onu. Və bunu testlərdə çox görəcəksiniz. Çox önəmlidir. Ona görə həm indi diqqətlə qulaq asın, həm də bunu xüsusilə çox praktika eləyin. Join komandası birləşdirməkdir. Birləşdirmək. Nəyi birləşdirmək? Sətrin, daha doğrusu siyahının elementlərini birləşdirmək. Birləşdirib nə alacaq bəs? Birləşdirib sətr alacaq. Bəli. Siyahını
siyahının elementlərini birləşdirir və sətr formatına salır. Gəlin bunu bir yoxlayaq. Baxın, belə bir şey verdi. Yazılışına baxın. B5 hansısa bir dəyişən bərabərdir. Dırnaq, nöqtə, join nəyi birləşdirəcəm? S13 siyahısını. Siyahının adı. Belə yazılır. Əgər siz, məsələn, burada plus yazsaz, nə yazsaz onunla birləşdirir də. Yəni, bu plusları gətirib bura aralara qoyacaq. Baxın, belə bir şey deyir. Və misal üçün, bunun önünə bir dənə boşluq, axırına bir dənə boşluq qoyun. Bu zaman da bu şəkildə eləyəcək. Və ya tutaq ki, gəlin bura boşluq, tire, boşluq və bu şəkildə eləyəcək. Hə, ədədlər olsa xəta verir. İndi yazaram onda. Ədədlər olanda xəta verir. Sətr tipində olmalıdır ki, birləşdirə bilsin. Bunun fərqli variantlarını yoxlayarsınız özünüz. Qoy bunu bir geri qaytarım. Və gəlin bir dənə K siyahısı götürək. Kvadrat mötərəzə 1, 5, məsələn bir dənə də 7 olsun. Və gəldim bura. Deyək ki, T bərabərdir. Boşluq, nöqtə, join nədir? K. Belə. Və gəldik aşağı, yazırıq print T. Bunu işə salırıq və xəta. Bu xətalar yoxdur kitabda. Yəni, bunu da deməyib, amma testlərdə join çox istifadə olunur deyə bilsəz yaxşıdır. Bilsəz yaxşıdır. Əgər bunun yanına bir dənə ədəd qoysaz, yenə xəta verəcək. Və ya sırf ədədlərdən ibarət versəz, yenə eyni formada xəta verəcək. Amma bunlarda, məsələn, bunları dırnağın daxilində yazsaz, bunu bir dənə belə eləyək, silək bunu. Məsələn, bu olsun 5. 2 dənə element yazıram sadəcə. Bu da olsun 7. Belə yazsaz artıq ədəd deyil də. Bu vəziyyətdə heç bir problem olmayacaq. Və bu join komandası idi. Dediyim kimi, testlərdə çox görəcəksiniz bunu. Çox istifadə olunan bir əməliyyatdır. Və uşaqlar, artıq yekunlaşdırırıq. Bir dənə buradan sizin fikrinizi soruşacağım. Tapşırıqdır. Sırf keçdiyimiz şeylərdən istifadə edirsiniz. Belə bir list komandamız var. Elementlər zoğal, banan, yemiş, alma, heyva siyahısının elementlərini əlifba sırasının əksinə düzün. Ancaq bu dərsdə keçdiklərimizdən istifadə etmək şərti ilə. Nədən istifadə edə bilərik? Əlifba sırası ilə düz desə, düzə bilirəm, sort eləyərəm, düzlər. Amma deyir əlifba sırasının əksinə. Və proqramdan kənara çıxmadan sort elədim, əlifba sırası olacaq. Əvvəlcə sort, sort eləsək nə olacaq? Əlifba sırası olacaq. Sonra reverse eləsək, bəli. Onda, bəli, düzdür. Onda əlifba sırasının əksinə olacaq. Bunun başqa yolları da var. Amma dediyim kimi, biz normalda orta məktəb proqramından kənara çıxmırıq. Ona görə nəsə belə bir şeylər də olanda, siz proqramda nə varsa, biz dərsdə nələr keçiriksə, sırf onlardan istifadə edərək tapşırıqları həll eləməyə çalışın. Və uşaqlar, təkrar bir dənə də deyəcəm, baxın, Python öyrənməyin ən yaxşı yolu praktikadır. Başqa yolunuz yoxdur. Yəni, sizin riyaziyyatınız mükəmməl ola bilər, test işləmə qabiliyyətiniz mükəmməl ola bilər. Amma iş Pythona gələndə praktika eləməsəz, heç vaxt özünüzdən %100 arxayın ola bilməyəcəksiniz ki, Pythonla bağlı düşən imtahandakı bütün sualları yazacağım. O biraz çətin olar. Yəni, mütləq şəkildə praktika eləməlisiniz. Burada baxdıqlarımızı yazın, amma bayaq dediyim kimi özünüzü yükləmək də lazım deyil. Yəni, proqramda olmayan daha fərqli, daha ağır kodlar yazacağım və s. Onlar olimpiyadaya hazırlaşarsan, nə edirsən? Olar. Amma hələ ki, əsas məqsədimiz universitetə hazırlıqdır və burada maksimum nəticə əldə eləməyə çalışmalısınız. Belə, bu dərsimiz yekunlaşdı. Videonu artıq saxlayıram.